Ağdaş rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun aşağı Qobüstü kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 37 yaşlı Rahib Əbilov aralarında yaranmış ailə münaqişəsi zəminində 70 yaşlı anası Ana xanım Əbilovanı amansızlıqla qətlə yetirib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisəni də biz səhər eşitmişik. Zəng gəlib ki, dur özü bura satdı. Dur getmişik ki, anam yolun ortasındadır. Qardaşım işçili olub, anlaşlıq vəziyyətdə olub. Nətər olubsa bilmirəm, anamı öldürüb. Əvvəl ara bir söhbət eləyən idi içəndə. Evdə? Bəli. İndi daha bilmirik, nə tər olub, nə qarıqsa bilmirik. Hadisə olanda evdə kim olub bunlardan? Elə ana bala ikisi. Yoldaşını aparıb Ağdaşa qoyub, anası gələ. Gəlib, axşam da evdə olub. Anam da Bayısı gələcək, Bayısı gəldən gəlib evə, evdə də gecə bu hadisəni törədib, bilməmiş. Anam onun əlindən qaçmaq istəyib daha. Küçədə gedib? Belə məlum olur, bəli. Küçədə onda qırıb öldü? Bəli, yolda. O qədər namuslu ana idi, buna qıxlı baxıbdı. Yoldaşı rəhmətə getdi, bugünkü günə qədər qara yaylığını açmayıb başından. Qıxlı qaldı bu körpə, ona elə baxdı, böyütdü, içib, ağıl çıxıb yerindən içəndə belə olurdu. 5 qardaşdılar, zəhmətkeş ailədilər, içkinin bəlasıdır. Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Rahib Əbilov saxlanılıb. Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. İlham Əhmədov, Talih İbrahimov, APA TV.